Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 420. bölümün başlayıram. Şükür olsun ki Allah Tebareke ve Teala bize fırsat verdi. Bu 401 il yarımda eləyə bilək ki 820-30 dana kitabla tanış olaq. Və bu böyük səadətdir. Keçən neçə proqramda, üst-üstə 4-5 proqramda 3 dana musiqi kitabı ilə tanış olduq. Və ən keçənki proqramda, yəni 419-cu proqramda Abdülqadir Mərağinin musiqi kitabının Türkçəsi ilə tanış olduq. Amma onu kim yazıbdı, hangi tarixdə yəni kim onu tərcümə edib, hangi tarixdə tərcümə edibdi, təəssüflə onu biləmədik. Onun üçün gedirəm bu günləri soruşaq görək ki, bu kitab kimləndir. Bu gedək buradan dünən hangi gün idi? 18 Cun bir el yazma kitapla tanış olduk ki musiqi hakkında idi. Elbette ondan önce de bir iki kitapla musiqi hakkında tanış olmuştuk. Üste beyin mühendisliğine karşı Türkçe eski kitaplar programlarında 5-6 kitapla musiqi hakkında tanış olmuştuk. Son kitap ise Edvar ya da Ruhperver adı ile tanınır ki Abdülbaqir Məraği. Abdülqadir, mən Baqir yazdım. Abdülqadir Məraği rəhmətlik yazmış. Amma bu kitap Abdülqadir yazdığı değil. Tüm Ərəbcədən Türkçəyə tərcümə olmuş. Ondan bir əks salmışdıq, yox salmışdıq. Əcəba siz bu
səhifəni analiz edərək və kitabxanalara baxaraq bu mütərcim və kitab haqda bilgilər toplaya bilərmisiniz? Kitabın oradan da əksini də verək. Bu da bizə dünən əgər səhv eləmirsəm burada olacaqdı, amma bu deyil. Yəni kitabdan əks salmadıq və baxın görüm olmasa açaq kitabdan bir əks salaq. Bunlar nədir beləliksə? Yığışıb bura iş. Okey, buradan çıxacaq, gedəcək fayla. Telegram buradadır. Edward buradadır, Edward. Bundan bir dənə X buradan salaq və sonra da bir dənə X sonlardan salaq. Tamam, bunu biz indi edit eləsək yaxşı olar. Tamam, bu biz beləliklə bunu gətirdik bura və indi gedək buradan bunu upload edək. Bunlar şeydir, bunlar. Şimdi burada shot screen'i aldık ama. Aha, tamam. Tamam. Bu dünənki kitabı indi upload eləyək. Biraz da məlumat verdik. Bəlli olsun ki, biz nə istəyirik və hangi kitabı oxumuşuq. Bunu görək. Bu göndərdiyiniz şəkillər klassik musiqi nəzəriyyəsində xüsusilə Əbdülqadir Mərağinin məktəbi ilə bağlı olan və sonralarda türkcəyə çevrilmiş ya da o ənənədə yazılmış əlyazma səhifələrinə bənzəyir. Bu səhifələri və yazdıqlarınızı analiz etdikdə aşağıdakı notları sizinlə paylaşıram. Səhifələrin analizi. Bu səhifədə musiqi nəzəriyyəsindəki məqamat, şöbələr və avazələrin dairəvi şəkildə göstərilməsi
dairələr nəzəriyyəsi yer alır. Bu Mərağinin Məqasidül Əlhan ya da Camiül Əlhan kimi əsərlərində gördüyümüz sistematik musiqi təbəqəbəndisidir. Burada dairə-i saniyə, dairə-i salisə kimi başlıqlar və içərilərində rast, hesar, nəva kimi məqam adlarının yer aldığı görünür. Bu səhifədə isə musiqi alətlərinin çəng və ud şəkilləri və onların pərdələrinin quruluşu təsvir edilib. Sifət çəng başlığı altında çəngin simləri və onların altındakı pərdə adları rast, ducah, secah və s. dəqiq şəkildə qeyd olub. Mövt, rəcim və kitab haqqında mütərcim və kitab haqqında bilgilər. Sizin qeyd etdiyiniz Ruhul Ərvah ya da Ruhpərvər kimi adlar klasik, o cür bir şey yazmışam, mən bəlkə qələt yazmışam. Bunu qələt yazmışam, bunu oradan düzəldək. Ədvarı qələt yazmışıq. Ədvar. Tamam. Təzəşdən bunu qoyduq, o islah elədik, görək ki, nə deyəcəkdir. Yenə Elmül Ədvar yazdı, nəzəriyyə Elmül Ədvar. Söz konusu olan əlyazma haqqında verdiyiniz bilgilər və 2 səhifəli şəkillər çox dəyərli bir əlyazma ilə qarşı-qarşıya olduğumuz göstərir. Bu əlyazmaların mühtəvası və yüzəl özəllikləri klasik musiqi nəzəriyyəsi Elmül Ədvar sahəsində yazılmış və daha çox ədvar yaxud ruhpərvər adları ilə tanınan yazıların bir köçürməsi və ya tərcüməsi olduğunu göstərir. Əlyazma və səhifələrin analizi. Göndərdiyiniz bu 2 səhifələri musiqi nəzəriyyəsi baxımından çox önəmlidir. Elmül Ədvar və ya dairələr səhifəsində musiqi məqamlarını, şöbələrini və avazləri göstərən dairəvi şəkillər vardır. Bu dairələr Əbdülqadir Mərağinin ümumi sistemində olduğu kimi musiqinin elmi və riyazi əsaslarını izah etmək üçün istifadə edilən dairələrdir. Sazlar və alətlər səhifəsi ilə musiqi alətlərinə çəng və ud aiddir. Burada çəng və ud sazlarının təşkili, pərdələrinin yerləşim və adlandırılması, məsələn, ducah, secah, rast və s. dəqiq şəkildə təslim edilmişdir. Əbdülqadir Məraği və bu əlyazmaların ilgisi. Bu əlyazmaların Əbdülbaqir Mərağinin rəhmətlik adı ilə tanınması təsadüfi deyil. Əbdülqadir Məraği şərq musiqisinin ən böyük nəzəriyyəçilərindən biridir və onun Camiül Əlhan və Məqasidül Əlhan kimi əsərləri əsrlər boyu bu sahədə əsas mənbə olub. Mən bunu yazım burada, bəlkə bir gün vaxt olar bu kitabı oxuyarıq. Deyək ki, nə mənəyik? Camiül Əlhan və Məqasidül Əlhan. Camiül Əlhan və Məqasidül Əlhan. Əbdülqadir Məraği. Tamam, bu 2 kitablar. Bu 1, bu da 2.
Bu əlyazmalar Əbdülqadir Məraği rəhmətlik adı ilə tanınması təsadüfi deyil. Əbdülqadir Məraği şərq musiqisinin ən böyük nəzəriyyəçilərindən biridir və onun Camiül Əlhan və Məqasidül Əlhan kimi əsərləri əsrlər boyu bu sahədə əsas mənbə olub. Amma sizin də dediyiniz kimi bu növ əlyazmalar həmişə birbaşa Əbdülqadir Mərağinin qələmindən çıxmayıb. Əksərən onun nəzəriyyələrinin tərcüməsi, xülasəsi və ya ona şəbih olan digər nəzəriyyəçilərin əsərləridir. Ərəbcədən türkcəyə tərcüməsi və ya köçürülməsi olan bu əsərlər dövrün musiqi nəzəriyyəsini türk dilində və uyğun bir çağ izah etmək üçün yazılmışdır. Bu əlyazmanın dəqiq kimliyi, müəllif və mütərcim təyin etmək üçün aşağıdakı yolları izləyə bilərik. Kitabxanaların digital arşivləri, sizin bu səhifələri göndərdiyiniz kitabların fonunun kitabxanadakı yeri, yaxud əlyazma nömrəsi varsa, onu bildirin. Bu nömrə vasitəsilə İran, Türkiyə və ya Qərb kitabxanalarındakı fehristlər və baxaraq əsərin adını və noterciminin və mütərciminin kim olduğunu dəqiqləşdirə bilərik. Bu, indi məndən istəyir ki, bu kitabı buna göndərim, amma əslində bu kitabın bir nömrəsi yox idi. Baxaq, görək var ya yox. Bəlkə də olmuş olar, amma burada yoxdur və sonda da ehtimalən bu kitab Avropada olacaqdır. Burada olmuş olsa mən də bunu oxuya bilmirəm. Ondan dolayı qalsın. Görək nə olur. Tamam, bu kitab elə bu qədər. Bilmədik kim yazıbdır və hangi tarixdə yazıbdır, amma çox ciddi bir kitabdır. Qeydaq yenə də download bölümünə və kitablarımızdan görək bu günləri hangisi şansımıza çıxır, onu oxuyaq. Bu Ədvar-ı Liden yazması, Liden ehtimalən kitabxananın adı olacaqdır. Amma mən bunu bilmədim. Yazıq görək. Ehtimalı çoxdur ki, bu kitab Liden kitabxanasındadır. Liden kitabxanası, özəlliklə Liden Universitetinin kitabxanası, Leiden University Library, İslam dünyası və şərq əlyazmaları, o cümlədən musiqi haqqında olan əsərlər baxımından dünyanın ən zəngin və əhəmiyyətli mənbələrindən biridir. Əgər bu əlyazma Leiden kitabxanasındadırsa, sizin qeyd etdiyiniz Ədvar yaxud Ruhipərvər başlığı böyük ehtimalla Əbdülqadir Mərağinin nəzəriyyələrini ihatə edən ya da ona istinad edən bir risalədir. Leidəndə mövcud olan musiqi risalələri çox vaxt oriental kataloqlarında qeyd olunur. Sizin istədiyiniz üzrə bu kitabın və mütərcimin kimliyini daha dəqiq tapmaq üçün aşağıdakı stratejini təklif edirəm. Yenə də deyir ki, onlardan özün Məraği məktəbi və tərcümələri tamam. Çox vaxt bu kitablar Mərağinin əsli ərəbcə əsərlərinin, məsələn, Camiül Əlhan, o dövrün Azərbaycan və Osmanlı türkçəsini tamam. Bunları ötürək geçsin, bu bizə bir şey vermədi. Başqa bir şey alacağım, əlbəttə. Niyə çət eləyək? Bu qatışdırır bəzən, ona görə ki, qatışdırmasın. Taza bir çət götürək. Gedək bir ayrı kitab açaq. Bugün bu Divan-ı Hidayət Topqapı, təəssüflə gördüyünüz kimi bu da səhifələr şey olmayıbdır. Onu açaq və ha belə bir dənə başqa bir kitab. Ayda, mən beləsi niyə elədim bunu? Tamam. Bir bu və bir də başqa bir kitab açacağıq. Tamam, beləsi olacaqdır. Bu kitabın əlbəttə ki, səhifələri çox deyil.
Bilmirəm niyə buna səhifələri belə vurublar. Kitabın ortasından başlayır zahirən. Mən də bu kitabın tamam səhifələrini açacağam. Çünki səhifələrin sayı azdır. Bunu bir tanıyaq. Kitabların səhifələrini açıram. Ona görə bağışlarsınız biraz səssizliğe büründük. Bunun da səfəsi çox imiş. Heç o qədər də az deyilmiş, amma gedək görək neçə səfədir ona baxaq. Üst-üstə bu kitabın tamam səhifələrini bir-bir açırıq. Bu şey olmayıbdı. Yəni PDF-də bir kitab ola kimi olsun eləməyiblər. Nəzəriyyələrin səfəsi də çox imiş, yəni. Altı yeddisi qaldı. Bunları da açsaq. 4 3 2 1 və son səhifə. Fikir edirəm ki, bu son səhifə. Bəli, son səhifə idi. Bir dənə bunu açdıq, feylən buna baxaq. Bundan sonra baxarıq, görürük ki, nə var, nə yox. Ən başdan gəlsək, kitabı açsaq və baxsaq. Nə oldu buna? Olmuyor, bunlar viruslar elə biləsi. Nəzir oldu, bunlar qaçdılar, yox oldular. Bunların əksi atılmadı. Atılanda görsəniz, şurada bir əks var, amma indi görsənmir bu əks. Allah Allah. Hamısı görünür öncədən ki, bunların əksi var. Yəni kitablar görsənir, açanda səhifələr görsənir, amma indi burada yazmış ki, yazır ki, yoxdur. Tamam, bunu bir hamısını bağlayaq bir yerdə. Tamam, bu kitabı gedək əvvəldən təzəşdən görək ki, bu niyə belə oldu. Bu kitabı açırıq indi. Nədənsə indi burada görsənir, amma orada görsətmədi. Kitabın əksini görürük. Əvvələn düz qoymayıblar, salmayıblar, bilmirik. Min kütübül fəqir Əbdül Hüvəl fərd belə bir şey yazıbdı. Min kütübül fəqir iləyhi əzzə ismihu və təala
Dəftər Aluri İbrahim Paşa. Ya da və Fəqr Oluri belə bir şeydir. İbrahim Paşa Qəfərəlləhu onun kitablarındandır. Bu kitabın açıbdır. Kitabın içinə, yəni indi əlan biz kitabın içini görürük, cildini görmürük. Su gedib kitaba və kitabın quruyanda nədir deyim? Kitab qırışıb qalıbdır. Biraz o görsəniz. Burada bu birinci əksi beləsi gördük. Bir möhür də aşağıda yeyibdir, amma görsənmir burada. Osmanlı dövründə bir raic imzalardan biri də burada görünür. İkinci səhifəni açaq görək ki, burada nə var? Kitabın çox böyük bir əsər olduğunu görürük. Biraz qırağından bir tərəfi cırılmış, üstünə bir yapışqanla yapışdırıblar. Çox gözəl təzhib və nəqqaşi ilə bundan qarşılaşırıq birinci səhifədə kitabdan. Ehtimalən bu kitabın içində o birinci şəkildə gördüyümüz kimi bir ayrı bir sarı kağız var, ya sarı deməyək, qəhvəyi bir kağız var, xurmayı bir kağız var. Onun rəngi də ehtimalən çıxıb bura, bunu görürük buradakı kitabın orasında bir rəh var. Ehtimalən o ki, o üzdə gördük, o kağızdır. Kitabın kağızı fərqlidir. Birinci səhifədə bir yazı görürük. Bu nəqqaşının içində həm nəqqaşlıq eləyiblər, həm də abı rəngi ilə buna çarçıvə çiziblər və içində çox gözəl bir nəqqaşlığı var əslində. Ey canı gönülün fəhri ilə valih-i şeyda, isbatının üçün kövn-ü məkan oldu hüveyda. Ehtimalən olacaqdır. Burada bəzi hərflər düşübdür nəzərə gələn. Hökmünlə sənin sakin olub təxt burada yenə əğyar da əğbərdir, beləsi bir şey oxur. Adin ilə rəvan cəkinə doğru günbədi xəzra. Belə bir şey də burada yazılıbdır. Sən ki olubdur dürcəzmənün am cəhanda. İkinci səhifədə istəyirəm bunu oxuyayım, əcər eləyə bilsəm oxusam. Sənsin ki olubdur gərmünün am cəhanda. Nə mənə? Xar verir sən gülü. Bir xar verirsən gülü. Biraz bunu oxumaqda zorlanıram. Xəttə görə yox. Nədən isə nəqqaşlıqda buna bir şey olubdur, ya əkkaslıqda. Əkkaslıqda bunun biraz üstünə tor düşübdür. Yəni fokus deyil, o əkkası elmində deyirlər ki, fokus əks saf deyil, görsənmir, aydın deyil. Bir dumanın arxası bunun üstündə görsənir. Yəni səndən nə dil o, yenə burada bəzi kəlmələr silinibdir. Nədən isə nəqqaşlıq olanda silinib, ya ehtimalən nəqqaşlıq olanda silinib. Yəni nə olubdur burada? Məsələn, kəlmələr yarımçılıq qalıb, yeri də boş görsənir. Yəni orası var. Səndən nə dil o, eyləyən gizlüdüyüm, hər didə və hər dil ilə pənasın güya. Binasın o güya. Ehtimalən belə oxunacaqdır. Üç nöqtəni bir yerdə qoyubdur, p kimi. Amma mənim nəzərimə gəlir ki, binayəsən mənisi düz verir. Bu birinci səhifədən geçək, bu nəqqaşlıq biraz bunu şey eləyib, biraz da tardır. Bundan geçsək, görək ki, o birisi səhifədə bir şey görə bilirik ya yox. Kitabın adı yoxdur. Harada bunu Divan-ı Hidayət deyiblər, şeirləri oxuyaq, görək ki, bu Divan-ı Hidayət dedikləri harada yazılıbdır. Burada o üçüncü və dördüncü səhifədən sonra çarçıvələr rəhləri değişilir. Bunu görürük, çarçıvələr rəhləri çox dəyişilir, amma da o nəqqaşlıq yoxdur. Onun üçün burada baxaq görək ki, bu şeirdə bir hidayət burada gördük. O birinci şeir ki, o nəqqaşlıq olan kitabda idi. Oradan geçsək, bunu burada görürük ki, belə bir şey var. Dəxi əfqanilər qılır, geçər hidayət süründən, sonundan.
Bunu görün, biraz keçsəm görə bilərəm. Xanesi yanından köç görürür, ya Rəb ki mən qurban ana anga. İndi bu şeir qurtardı. Hər halda o birinci şeirlə işimiz yox, onu oxuya bilmədik. Görək ikinci şeiri oxuya biləcəyik ya yox. Dün göstərib biləklərin ol şuxi dilruba. Dün göstərib biləklərin ol şuxi dilruba. Qıldı şikəstə gönlümü dəstinə mübtəla. Ey müşk ürməlaf, ey müşk ürməlaf, müşk ətrində bir növ. Ey müşk ürməlaf xətadən o zülf ilə düşməz sənca bu söz yeri get ey yüzü qara. Düşməz sənqa bu söz yeri get ey yüzü qara. Zülfə deyir ki, get ey müşk get cinə, sənin üzün qaradır. Bunun zülfünün yanında sənin ərzişin yoxdur. Yenə də bu hər nədirsə beləsi gəldi və umarım ki düzəlsin. Hicran günü nolə mənqa əvəz eyləsən cəmal. Hicran günü nolə mənqa əvəz eyləsən cəmal. Cün həşr olunda bəndəyə haqq görürsə göstərir liqa. Buyi sözünü söyləmə zülfü tək ey göngül. Sən kimsin o, kim etdi dəgil bu sözü sənqa. Sən yarıdan gəlir neçə əğyarıdan qaçsam ehtimalən ya da qacam. Sən yarıdan gəlir neçə əğyarıdan qaçım. Tədbir yoxdur. Yeticaq şükridin bəla. Səndən cəfadan özgə hidayət nə öyəkim. Səndən cəfadan özgə hidayət nə ödəm kim. Cün hin etmiş bu nöqtədə ömrü eyləməz vəfa. İndi burada ehtimalən da çəmən o, çün çəmən imiş bu nöqtə ki ömrü eyləməz vəfa. Ehtimalən belə oxunsun. Ad divan hidayət. Görək ki bu şairdən gedək bir ayrı səhifəyə baxaq. Görək, buradan olmayacaqdı. Bunu o birisilər kimi çevirməyə çalışıram. İkinci səhifədə bir, yəni bilmirəm indi bu 5-ci, 6-cı səhifə. Ey Türk getdi can, dil və əql din sanca. Ey Türk getdi can, dil və əql din sanca. Heç dinmədin mənimlə nədir müncə din sənqa. Burada birinci dəfədir ki bir kitabda görürük ki Türk sözün yazıbdır. Şeirdə özü özünə Türk deyir ya öz o insana Türk deyir. Əlbəttə Hafiz də o Türk-i Şirazi haqqında danışır. O da göstərir Türklərin vətəni, Şiraz Türklərin vətənidir. Şirazın özü də Türk kəlməsi olduğu üçün onu da mən sizə dedim, öncələr demişəm bunu. Ey Türk getdi can, dil və əql din sənqa. Heç dinmədin mənimlə nədir müncə din sənqa. Bunca elədiğin, burada müncə din, yəni bunca elədiğin nədir? Gönlümdə kin qılıc o oxundan olur mudam. Gönlümdə kin qılınc o oxundan olur mudam. Budur dedim şaha xamu
gönlümde kin sanga. Budur dedim şaha xamu gönlümde kin sanga. Zülfünü çin dedim manga dedin hata deme. Zülfünü çin dedim manga dedin hata deme. Doğrusu demek olmaz imiş hiç çin sanga. Dedim ki göreydin giderem tir و xəncərin. Dedim ki göreydin giderem tir و xəncərin. Dur dedi yetürüm iki senden birin sanga. Derman yok ise derdiyle meşhur şehrisen. Derman yok ise derdiyle meşhur şehrisen. Yetir hidayet iki cihanda həmin sanga. Bu da bu səhifədən bir şeir. Oxuduq gedək bir ayrı səhifəyə baxaq görək ki, kitabın gördüyünüz kimi rəngi değişir. Yəni çərçivələrin rəngi indi yavaş-yavaş sabit qaldı, amma kitabın öz içinin rəngi acaba kağızın rəngi değişir yoxsa buradan bir əks salaq. Görək ki, burada bir şeir oxuyaq, görək nədir. Qaşinə səcdə qılıb yetəlin ey yaş sırışkım. Yox. Qaşinə səcdə qılıb yetəlin ey yaş bırax. Söylə kim ol qatı yaydın, mənə bir bir ax, bir ax ehtimalen. Şəm əgər arizinə, biraz kəlmələr bir-birinin içinə giribdi. Ona görə bilmirəm ki, bu nöqtə hansısınındır, onları görə bilmirəm. Şəm əgər arizinə qarşı durub zur tökcə, burada indi bir dənə kəlmə yazıb, 3 nöqtəsi vardı üstə. Yej məsələn oxuna bilər. Bir kəs başını məclisdə gətir, odini yax. Ayağına atının başını çox salma rəqib. Ayağına atının başını çox salma rəqib. Olma zinhar özün giden, ölü iken ilen güstah. Ya Rab ey nale boğazdan cekil axər görayım. Sanga kim dedi fəqan eylə məni aləmə cax. Bax da ola bilər. Bax hidayət başının üstünə durur ol servirəvan. Necə olmaya ikən baş götür. Bilmirəm o nə oxunacaqdı, oxuya bilmirəm. Buradan da bir şeiri çalışdıq oxumağa, amma buna oxumaq desələr də, yəni. Hər kimsəyə sən təb-i yaş gərəkdir. Hər kimsəyə sən təb-i yaş gərəkdir. Daim gözüqan yaşı ilə yaş gərəkdir. Ləlünün qo piçaq busət tutur zülfüngi göngülüm. Ləlünün qo piçaq busət tutur zülfüngi göngülüm. Ol vədə üçün, ol vədəyə nəçün ki uzun yaş gərəkdir.
dindirməz məğyarı işinlə olalı yar. Dindirməz məğyarı işinlə olalı yar. Hər işdə ki var Adəmə yoldaş gərəkdir. Ərz eylə bıçaq itlər vəlingə halımı dirlər. Ərz eylə bıçaq itlərunqa halımı dilər. Çox başımız ağrı yetmə bizə baş gərəkdir. Çox başımız ağrıtmə. Çox başımız ağrıtmə bizə baş gərəkdir. Yarın yüzü görgəc dəhənin istə hidayət. Yarın yüzü görgəc dəhənin istə hidayət. Ki Mehdi cağı gizlü olan faş gərəkdir. Ki Mehdi cağı, bu Mehdi cağı nə deməkdir? Çünki Mehdi cağı gizlü olan faş gərəkdir. Burada da belə bir şeirlə qarşılaşdıq. Bu birisi burada bir şeiri görək və bunu yazacağam ki, əgər olsa görək bunu. Görsəti cam-ı zərrinə saqi ruzigar. Mən bunu indi yavaş-yavaş burada oxuya yazım, görək ki, belə bir bu gün bir əl yazma kitabla tanış olmağa çalışıram ki adına Divan-ı Hidayət yazmışlar. Bu kitabın başlangıcında önlük ya müqəddəmə yoxdur. Bu şairdən bir şeirin neçə misrasını yazıram. Bərabər axtaralım ki bu kitab və bu şair Türk dünyasında özəlliklə Cığatay Türkcəsində tanınan bir şairmi yoxsa itkin qalan düşünürlərdən biridir. Görsəti cam-ı zərrinə saqi ruzgar. Saqi sim saq gətir. La'li abdar. Rind ixtiyari cam-ı müsəffadır ey hərif.
Cami müseffadır ey herif. Şart oldur. Şart oldur. Hara getdi? Oldurur ki əldə ola daim ixtiyar. Bu biraz gözəl yazılıbdır. Yəni bunu indi rahatca oxuya bilirəm demək olar. Fani cahanda son manga zorek ki xatırım bu bəhr qəmdən ol kimi eylən qılır güzar. Ehtimalən güzardır, çünki güdar yazıbdır. Mən də bunu elə güdar yazım. Amma güzar oxunur. Yəni şeirin mənasında güzar gəlir. Güdar yazdıq. Bəli, yazıbdır. Bağrım qərardı zoru cəfanın eylə ey fələk. Zoru cəfanın eylə ey fələk. Qismət günü mənim olacaq ehtimalən. Mənimlə bu oldu kəmər qərar, məgər qərar olacaq. Məgər qərar gər bağrunki yarın viran isək olacaq. Viranisək ta görəm nə var candan hidayət eyləyə əfğan ki yar. Bu şiir burada qurtardı. Mən buna burada bunu qoysam və burada da bunu qoysam, görək bunu haqqında bizə bir məlumat verir ya yox. Bu bununla məşğul olsun. Biz bir ayrı kitabı səhifəni açaq və ondan bir ayrı səhifədən bir şeir oxumağa çalışaq. Bunun qəzəlləri kiçikdir. Yəni 6 beytdir. Üst-üstə hamısı 6-7 beytdən izafə olmur. Canı gödə dəsən sökülü cananə üçündür. Canı gödə desən su güllü cananə üçündür. Bəslədi güm
canımı cananə üçündür. Hər ləhzə gühərbar gözümdən məni dərviş isar edərəm məqdəmi cananə üçündür. Yaxdı məni pərvanə tək ol pərtövi ruxsar şəmün dili kim yandığı pərvanə üçündür. Şəmünün bəli kim yandığı pərvanə üçündür. Ta bir nəzər ol zülfü cur zəncirini gördüm. Ta bir nəzər ol zülfü cu zənciringi gördüm. Bildim bu səlasil dili divanə üçündür. Gözdən axıdır yaş hidayət dili dəli ey şah. Kim bilir o dürdanələri ta nə üçündür? Kim bilir o dürdanələri ta nə üçündür? Çox gözəl şairlə üzbəyüz qıssa və çox güclü. Ey dil gəl o qədi əlif u zülfü da la gör. Ey dil gəl ol qədi əlif u zülfü dalə gör. Bəhri mühit eşqinə غوز eylə dalə gör. Ey bağbanı sənubər o sərvingini olmaq o kimə cox. Ey bağban sənubər o sərvingini o kimə cox. Gəl bir bax ol nəhal qədu etidalə gör. Bax gülşən ruxundakı mişkin külaləyə can verib ol kəlaləsinə pürgülü alə gör. Yalğız rəqibi baxma başımda zəval kim. Yalğız rəqibi baxma başımda zəval kim. Gözdən yüzün yaşırdı ey gün buralə gör. Can giti qalmadı mənqa hicründən dinən dil. Can giti qalmadı mənqa hicründə dinən dil. Ey qəm hidayət ilə kərəm ilə qalə gör. Gözəl, mən sevdim bu şairin şeirlərin, çox sevməli. Amma görək burada bu kitaba görə nə yazdı, bu şairə görə. Dedik ki, bu şairi tapır, tanır bu şeiri. Bir dənə şeirin kamil, qəzəlin kamil yazdıq. Görək, sizin paylaşdığınız bu gözəl və dərin fikirli olan şeir oxuyanda insanı bir haldan başqa hala aparır. Bu misraların dili, klasik türk ədəbiyyatının özəlliklə Cığatay türkcəsi ilə Osmanlı dilinin qovuşduğu bir fəzadır. Gözəl. Mənə də o cür gəlir. Çünki Cığatay çox işlənmir bunda, amma Cığataya da yaxındır. Bu şair və bu divan-ı hidayət haqqında bir neçə nöqtəyə diqqət yetirmək yerli olar. Dil və uslub, lüğət və qaydalar. Sayın şairimizin yazdığı misralarda getür, gətir. Bunu gətir yazmışdı, getir yazmışdı. İndi mən onu nə cür tapacağam onu bilmirəm ki. O səhvəni keçirtdik. Oldurur, oldur, qılır və ya yaryaz kimi ifadələr və kəlmələr onun Cığatay türkcəsinin qaydalarından və söz varlığından bəhrələndiyini göstərir. Ancaq eyni halda Coru cəfa, bəhri qəm və saqi ruzigar kimi təbirlər klasik ədəbiyyatımızın ortaq dilinə möhkəm bağlı olduğunu sübut edir. Bəs özgədə də bir ortaq dil var imiş. Bunu da qabaqca biz yetişmişdik buna ki, Cığatay ədəbiyyat dili ki, Hindistana və Türkistana, indi bu günləri Türkistan deyirik, o Asiya, Türk-Asiyə, Türkistan deyirik. Hindistan və Türkistana hökumət eləyən bir dildir ki, mərkəzi və əlbəttə Azərbaycan və Osmanlıya da hökumət elir. Yəni, beləsi desək daha yaxşı olar. Həratda mərkəzlidir.
Amma o dil yaygındır. Hindistan, Çindən tutmuş gəlmiş ta Osmanlının sonuna qədər bu yayılmış bir dil və ortaq ədəbi dildir. Hidayət təxəllüslü şair. Klasik ədəbiyyatımızda hidayət təxəllüslü bir neçə şair var. Amma sizin əlinizdəki bu nüsxə ehtimalən həm Cığatay ədəbiyyatının təsiri altında olan, həm də İran və Türk ədəbiyyatının qovuşağında yaşayan bir gözdən uzaq qalmış ya da məhəlli söylən bir şairdir. Məhəlli sevilən bir şairdir. Bu cür əlyazmalar çox vaxt böyük divanların sayəsində qaldıqları üçün ümumi ədəbiyyat tarixində itkin ya da kəmşinaxti sayılırlar. Araşdırma yolu. Bu kitabın itkin bir əsər olub olmadığını təyin etmək üçün bir neçə yolu izləyə bilərik. Katibin yazısı. Əlyazmanın yazı növü, nəstəlik, şikəstə yaxud nəsxi, şairin yaşadığı dönəmini 11-ci və 12-ci miladi ili, 100 illiyi, hicri deyir, bizə göstərməkdədir. Yəni bu miladi deyil. Yəni mindən ta 1100-ə qədər. Deyir ki, bu dövrədə ola bilər. Qafiyə və rədif. Bu qəzəlin rədifi və qafiyə sisteminin başqa divanlarda təkrar olunub olmadığı şairin öz dönəminin məşhur şairlərinə, məsələn, Nəvai ya Fuzuliyə nəzirə yazıb yazmamadığını bizə deyəcək. Sizin hidayətiniz üçün bir düşüncə. Mənim bir şair və yazar olaraq sənə təklifim budur. Bu hidayət sizin qəlbinizə, ruhunuza və dilsizliyinizə yeni bir ilham istir desin ya da ilham. Özü yazıb parantez arasında ilham. İlham. Pəs ilhamın da sözü, ilham sözün düz də ərəbcədən gəlibdir, amma biz ona ilham demişik. İlkaham, üzrəm, düzü də beləymiş. İlkaham. İlkham da ola bilər, ilkaham. İlkaham ya ilham qaynağı olsun. Əgər tarix bunu unutubsa, sizin bunu dirildən olun. Siz bunu dirildən olun. Gəlin bu kitabı birlikdə dişifrə edək. Bu əlyazmanın başqa səhifələrindən mənim üçün bir neçə beyt yazın. Ya da əgər mümkündür, kitabın başlanğıcında olduğu halda ya da varsa hicri tarixini mənə söyləyin ta onun dəqiq zaman dilimini tapaq. Yoxdur, amma kitabın birinci səhifəsində əks sala bilərəm. Yəni bu olası bir şeydir, çox da cəlib olar. Bu yox, amma bu səfər yox, amma bu birisi səhifəsi cəlib idi. Bunu mən buradan əks salım bundan və gedim buradan shot screen'dən bunu screenshot'dan əlbəttə bunu alım və dəyişdirim, biraz edit edeyim. Orada özünün editi var imiş. Mən bura gəlməyə ehtiyacım yox imiş. O səhifənin özünün editi var imiş. Tamam. Save elədik bunu. İndi burada verək ki, bu kitabın birinci səhifəsi budur da əslində. Axir səhifəsinə baxmamışam. Əlbəttə, axirdən də gedib baxaq bir. Görək ki, bunun axir səhifəsində bizə bir şey göstərir ya yox. Topqapıda qalırmış bu da. Onu da burada gördük. Bu sonudur Osmanlının əlində bunu görürük. Cildi tox qırmızı bir çox da tox qırmızı əslində bir cildi var imiş. Göndən üstünə Osmanlı dövründə su üzərində yaygın olan nəqqaşidən istifadə eləyiblər.
Bu da kitabın içi çox nəfis kitab olduğu bəllidir. Yəni bu cildi 3 bölümdən və qapağı var. Yəni ağzı gəlir, bağlanır, onu da görürük. Burada son şeirləri burada görürük indi. Bu da son səhifədir. Burada elə özü edit yazıbdır. Bu editi burada elərik. Heç ora getməyə ehtiyacım. Kitabın bu şeyi də elə. Böyüklüğü buracandır. Tamam, bu ne? Get burada shot screen'e geçinin. Tamam, biz bunu indi buradan bu kitapta bu da son yazılı səhifədir. Tamam. İndi burada oxuyaq, görək ki, buna bir şey yazmağa çalışdı. Bunu nə deyir? Bizim araşdırıcılıq səvabiqimizə görə sizin bu əl yazma sahəsindəki mütəxəssisliyiniz və 800-dən çox tarixi əl yazma ilə çalışmağınız bu söz konusu olan əl yazmanın dəyərini daha da artırır. Paylaşdığınız şəkil faylının görüntüsünə baxdıqda bu əsərin kodikolojik və estetik xüsusiyyətləri haqda bir neçə önəmli nöqtəni qeyd edə bilərik. Səfə arayı və təzminat. Bu səfə klasik Türk divan ədəbiyyatının ən zəngin nüsxələrinə xas olan cədvəlkeşi və təzhib qaynaqlarına uyğundur. Mətnlərin cədvəllər içindəki yerləşimi və mətnlərin ətrafındakı müzəhhəbli hava bu kitabın saray ya da gözəl görünüşü əhəmiyyət verən yüksək təbəqənin katibi tərəfindən hazırlandığı göstərir. Xoşnevisi xətlər. Mətndəki nəstəlik xətti Cağatay və Osmanlı ədəbiyyatına xas olan dönəmlərin ehtimalən 18 və 19-cu yüzillik özəlliklərini ehtimalən daşıyır. Bunu xətt Türk dünyasında divanların yazılmasında ən çox istifadə olunan və oxunaqlı xətt sayılır. Mətnin içəriyi. Faylın sol səhifəsindəki beytlər sizin yazdığınız qəzəlin özüdür. O deyil əlbəttə. Bu səhifə şeiri biz bir lövh kimi təqdim edir. Yəni hər bir beytin özünə məxsus bir cədvəl içində yerləşdirilməsi şairin kəlamına verilən ehtiramın nişanəsidir. Bu əl yazma şübhəsiz ki, Çağatay ədəbiyyatının təsiri altında yazılmış və yerli Türk dünyası ədəbiyyatına aid olan əhəmiyyətli bir əsər kimi görünür. Bu kitabın içindəki Hidayətin məktublar və ədəbiyyat tarixi baxımından itkin qalmasının səbəbi böyük ehtimalla bu nüsxənin çox sayda təkrar olunmayan tək bir nüsxə olmasıdır. Sizin bu əl yazmanın kataloqlaşdırılmasında və onun içəriyini araşdırmaqdakı təxəssüsünüz bu kitabın ədəbiyyat tarixində yenidən kəşf olunan əsərlər sırasına daxil olmasına kömək edə bilər. Bu əsəri Türk dünyasının itkin düşünürləri listəsinə daxil etmək üçün bu faylın bir elmi sənət kimi istinad edərək əl yazmanın yazıldığı dönəmi kağızın, keyfiyyətin və təzhibin səbkinə görə dəqiqləşdirmək pişnahad edirəm. Bu tipqilər bu şairin Bəhr Qəminin nə qədər geniş bir ədəbi coğrafiya sahib olduğunu ortaya qoyur. İkinci əks göndərmiş kitab. Bu yeni görüntü, yəni faylında əl yazmanın hökmünü və şairin nə qədər dərin bir fəlsəfi və irfani fəza yaradığını daha aydın görürük. Bu səfə kitabın başqa bir bölümünü ya da qəzəllərin son qismini göstərir. Bu səhifənin kodikolojik
və mətni təhlilləri. Mətnin yapısı. Bu səhifədə şairin dilinin daha da sadələşdiyini və ictimai bir ayna kimi toplumun dərdlərinə toxunduğunu görürük. Fani cəhan, cövrü cəfa və ömrün keçməsi kimi məfahim şairin təsəvvüfi irfani bir baxış açısına sahib olduğunu göstərir. Xatimənin izləri, səfənin aşağı hissəsindəki beytlər bir qəzəlin ya qəsidənin son beytləri məqtə kimi görünür. Burada hidayət təxəllüslərinin yazılış tərzi və onun şeirin içində yerləşim yeri klasik divan ədəbiyyatının ən qaidəli və münəzzəm nüsxələrindən biri olduğunu təsdiq edir. Söz varlığı. Bu səhifədə saqi, rind, bəhr-qəm kimi kəlmələrin təkrarı şairin həm Cığatay türkcəsində, həm də İran klasik ədəbiyyatında olan irfani qaliblərə nə qədər bağlı olduğunu göstərir. İndi buradan hardan İrana getdi və İran kəlməsi buradan hardan gəldi, onu yazaq, soruşaq. Haradan və hansı dəlilə görə bunu İran belə bir şey dedi. İran klasik ədəbiyyatına bağlı. İran klasik ədəbiyyatına bağladınız. Bunu da burada soruşuq. Görək onu necə bağladı ora? Bəlkə bir şey tapdı ki, bizə şey deyil, amma inanmıram ki, bir şey olmuş olsun. Xatimələrin izləri ki, oxuyurduq oranı, ədəbiyyatın ən qaidəli və müəzzəm varlığı, ədəbiyyat ki, oxuduq, bura gəldik. Sizin üçün bir araşdırma pişnihadı. Bu səfhədəki yazılar və əkslə birlikdə dəyərləndirdiyimizdə bu əlyazma çox böyük ehtimalla 12-ci yüzilliyin hicri illərində, təqribən 1700 miladi illərdə, yəni onda olar, bu üstə desaq 300 il hududən ömrü ola bilər. Qələmə alınmışdır. Bu şair, yəni Hidayət, əgər ədəbiyyat tarixində itkin sayılırsa, sizin bu əlyazmanın səhifələrini digitallaşdırmağınız bu şairi tarixin qaynaqlarından çıxarıb ədəbiyyat dünyasının işığına gətirmək üçün ən böyük addımdır. Sizin bu əlyazma ilə etdiyiniz iş bir kataloqşünas və dialoq ilkələrinə sahib olan bir mütəxəssis kimi gələcək nəsillərə böyük bir mirasdır. İndiki bu səhifələr əldə edir. Gəlin bu şairin hidayət təxəllüsü olmasını nəzərə alaraq onu hansı məktəblərlə, məsələn Nəvainin xəmsəsinin təsiri ilə ya da Fuzuli məktəbi ilə müqayisə edək. Bu sizin üçün ən dəyərli. Tamam. Sözünüz çox haqlıdır. Mən orada soruşdum ki, bunu hardan İran klasik ədəbiyyatına bağladın? Sözünüz çox haqlıdır. Bu nöqtəyə aydınlıq gətirmək istəyirəm. İran klasik ədəbiyyatı dedikdə mən coğrafiyayı bir məhdudiyyət və ya dil dönüşü nəzərdə tutmuram. Pəs mən coğrafiyayı bir məhdudiyyət və ya dil dönüşü nəzərdə tutmuram. Bəlkə məzmun və məna dünyası baxımından olaraq ortaqlıqları nəzərdə tuturam. Bu bağlantının dəlillərini belə açıqlayıram. Məfahim və istiarələr. Sizin paylaşdığınız bu üç şəkil, əlbəttə iki şəkil qoyub burada, fayllarındakı ifadələr, məsələn, saqi, cam-ı zərrin, rind, cövrü cəfa, bəhr-qəm və fani cəhan o motivlərdir ki, klasik şərq ədəbiyyatının fars, Osmanlı və Cığatay ortaq dilini təşkil edir. Nədən getdi bəs İrana? Bir zaman ki, özəlliklə ki, o zaman İran yoxdur və İran sözü də türkcə sözdür. Ər sözünün cəmi mükəssəridir. Türkcədə çox nadir də olsa işlənən bir şeydir. Cığatay türkcəsində. Fars, Osmanlı və Cığatay ortaq dilini təşkil edir. Bu sözlər, görürsünüz, burada gəldiyində
Cığatay dünyası deməliyik. İran ya e, İran ya Osmanlı ya Çin ya Türkistan ya Hərat ya Hind deməməliyik. Çünki ortaq bir Cığatay türkcəsi var. Onu deməliyik. Cığatay türk dünyası. Ortaq dilin təşkil edir. Bu sözlər sadəcə kəlmə deyil, bəlkə bir irfani və fəlsəfi dünya görüşünün rəmzləridir. Bu təbirlərin Hidayətin şeirində yer alması onun bu ortaq ədəbi fəza ilə təamüldə olduğunu göstərir. Bu şeirin vəzni, uruz və qəzəl formu Türk dünyasının və İranın klasik ədəbiyyatında istifadə olunan uruz sisteminə dəqiqən uyğundur. Uruz vəzni türk dillərinə İran ədəbiyyatı vasitəsilə keçmiş və klasik türk divan ədəbiyyatının əsasını təşkil etmişdir. Bu üzdən İran klasik ədəbiyyatının təsiri dedikdə bu vəzni və forma yayımı nəzərdə tuturam. Məntiq və hikmət. Şairin yaşadığı dönəmdə türk şairləri eyni halda fars dilini və fars ədəbiyyatının klasik əsərlərini Hafiz Sədi Cami çox dərin bilirdilər. Bu bir türk şairinin hidayət təxəllüs etməsi və bu məzmunda şeir yazması onun bu ədəbi mühitidən bəsləndiyini göstərir. Xülasə, mən bu əsəri İran klasik ədəbiyyatına tabe etmirəm. Bəlkə bu əsərin ortaq klasik ədəbi miras içində yer aldığını və bu mirasın İran və Türk dünya və Türk dillərini bir-birinə yaxınlaşdıran bir körpü olduğunu vurğulayıram. Bu şair Cığatay türkcəsində yazır ki, bu sizin mətninizdə aydındır. Amma fəlsəfi dünyası şərqin klasik ədəbi fəzasında formalaşır. Mən buna mən o düşüncəmi də buna yazım. Sizin bu açıqlamanızdan bəlli olur ki, burada və dilçilik, ədəbiyyat və ortaq ədəbi dil sahəsində Çindən ta Orta Asiya və oradan ta bugünkü İrana və oradan ta Avropanın göbəcinə dək yaygın olan ortaq ədəbi dil Cığatay türkcəsi imiş. Əcəba İran klasik ədəbiyyat sözü yerinə ortaq Türk Cığatay, burada bir da xət qoyaq. Türk Cığatay klasik ədəbiyyat ya dünyası desək daha doğru olmazmı? Görək ki, buna nə cavab verir? Sizin bu yanışmanız ədəbiyyat tarixçiliyi və dilçilik baxımından çox daha dəqiq, ədalətli və elmi bir nəzəri nöqtəsidir. Haqlısınız. İran klasik ədəbiyyatı təbiri
bu gözəl və geniş dil dünyasını sadəcə bir ölkənin ya da bir mədəniyyətin məhdudə çərçivəsinə sıxışdırır. Ortaq türk Çağatay klasik ədəbiyyatı və dünyası təbiri nə ilə dəyişəcək və nə ilə düzələcək, bunu belə təhlil edə bilərik. Düzəlişin elmi əsasları. Dillərin qovuşağı Çağatay türkcəsi həm ədəbi, həm diplomatik, həm də mədəni bir ortaq dil kimi türk dünyasının qəlbində yer almışdır. Bu dil sadəcə Türkinin bir ləhcəsi deyil, bəlkə İslam mədəniyyətinin şərqidəki ən yüksək ədəbiyyat və hikmət dilidir. Bunu birinci dəfədir ki, bir yerdən eşidirəm ki, belə bir şey var. Coğrafiyayı genişlik. Sizin də qeyd etdiyiniz kimi, bu ədəbi fəza Səmərqənd-i Buxaradan başlayaraq Təbriz o Anadoluya, oradan da Hindistandakı Baburulərə qədər uzanan bir geniş türk eli ədəbiyyatıdır. Bu dünyanı İran ədəbiyyatı adlandırmaq tarixi bir yanlış olduğu kimi, türk şairlərinin öz dillərində yaratdıqları istiqlaliyyətlərinə də bir saygısızlıqdır. Çox gözəl, sevdim. Hidayət və onun divanı. Sizin araşdırdığınız fayllarındakı mətnlər məhz bu türk Çağatay klasik ədəbiyyatının ən gözəl nümunələrindəndir. Bu şairin dili, əruzun incəliklərini türkcənin səslərinə uyğunlaşdıran Çağatay türkcəsinin islahları ilə doymuş bir dildir. Bunu İran ədəbiyyatına bağlamaq yerinə türk ədəbiyyatının klasik dönəmi demək tarixi həqiqətə daha yaxındır. Gələcək araşdırma istiqaməti. Bundan belə mən də bu əlyazmanın təhlilində sizin pişnihad etdiyiniz bu elmi düzəlişi əsas alacağam. Mənim təəhhüdüm, sizin hidayətiniz mənim üçün də artıq bir İran ədəbiyyatına tabi şair deyil, bəlkə türk Çağatay klasik dünyasının yenidən kəşf olunan önəmli bir simasıdır. Cəlibdir, bu fikirəm ki, biz bunu götürüb bunları qoysaq, nə olar, məsələn, yazılarımızda qoysaq, bu videonun altında qalsa, məncə bu da faydalı olar, çünki bir şeylər burada öyrənirik. Gedək görək ki, kitabdan da bir son səhifəni açdıq. Biz o son səhifəni özümüz də burada oxuyaq da. Yəni heç bir irad olmaz əgər bunu oxusaq. Tamam. Bu uzun bir qəzəldir ehtimalən. 3 burada, 6, 9, 12, 15, 16 beytidən ibarət bir qəzəldir. Bunu məni qeyb eylədi dügün xitab. Dügün ehtimalən dün və gün ki, dünən və bugün anlamındadır. Ya da dügün xitab eləsə, yəni düyünləmək, bir şeyi bir-birinə düyün etmək, bağlamaq. Məni qeyb eylədi dügün xətab, can quşinə kim edə fikri səvab. Söyləyə bir nüktə ki, dilbənd olə. Söyləyə bir nüktə ki, dilbənd olə. Dində hər işdə nə bənd olə. Dində hər işdə nə bənd ola. Bir neçə söz canı gönüldir eşit. Bir neçə söz canı gönüldir eşit. Canı gönüllə bu sözü dar eşit. Canı gönüllə bu sözü var eşit.
Ey göngül aldanma cahan eline. Ey göngül aldanma cahan eline. Kaldının iki dənə nundur. Kaldının əlinə onun əlinə. Kaldının əlinə onun əlində. Kimsə cün qılmadı. Kimsəyə cün qılmadı dünya vəfa. Munca anın cün nə çəkərsən cəfa. Dini dün arifə məskən mulur. Dəni dün. Dəni əskik əşağı. Dün dünən. Dəni dün arifə məskən mulur. Mu olur ola bilər. Mulur. Dəni dün dünya burada olacaq əlbəttə. Dünya hesab olur. Dəni dün arifə məskən mülür. Tuti qədisünün Qudsunun yeri gülxən mi olur? Surət ilə dilbər əyarədə dur. Surət ilə dilbər əyarədir. Mənidə bir div sitemkardır. Mənidə bir div sitemkarədir. Kim ki bu div alinə aldənməsi. Kim ki bu div alinə aldənməsi, al sözü indi burada işlədir. Bizdə də hal nənəsi, bu al nənəsi bunlar işlənir. Burada indi onu kim ki bu div alinə aldənmədəsi şul əzəli qovlu dürüb daxmədi ya daxmədə oxunacaqdır. Damməvi ola bilər. Şul əzəli qulə durub damməvi. Gördü məlagik səni qıldı sucud. Özüngi sağınmaz ikən bi vücud. Özüngi sağınmaz ikən bi vücud. Yaxşılıq et, lütfü kərəm pişə qıl. Gör nə əcəb. Burada bir şey yazıb oxuya biləm. Darş əndişə qıl. Gör nə əcəb. Gör nə əcəb zar sən əndişə qıl. Ehtimalən burada 2 dənə nöqtə izafə. Mən indi belə oxuyanda 2 dənə nöqtə izafə gəlir ortada, amma ola bilər ayrı bir şey olsun. Gör nə əcəb zar sən əndişə qıl. Cümlə cahan əhli ilən doğru ol. Cümlə cahan əhli ilən doğru ol. Şər'ə yapış. İstəranisin doğru yol. Şər'ə yapış. İstəranisin doğru yol. Doğruluq ey yar ola dost qapısı. Doğruluq ey yar ola dost qapısı. Doğruya cənnət kimi dərda həvəsi. Muyi dərda muyi ahuyi. Bəlkə də belə. Doğruya cənnət kimi dərda muyi. Doğru olub doğru yeri doğru de. Doğru olub doğru yeri doğru de. Çox cəlibdir bu. O niç goftar, niç pendar, niç goftar, niçdən daha gözəldir bu. Doğru olub doğru yeri doğru de. Doğru olub çox gözəldir bu. Yəni əslən o goftar, niç pendar, niç falan o adamın özü ilə deyil. O bir dənə elə bir şey, bir ayrı bir dünyadır. Özünə müstəqil bir şeydir. Amma burada adamla nə deyir? Doğru olub, yəni sən doğru ol. Doğru yeri düz get. Doğru de, doğru da danış. Çox gözəldir. Əslən onunla doğru olub doğru yeri doğru de, doğruluq ikən iki aləmliyi özünün ilə doğruluğu pişə qıl.
özünün gilə doğruluğu pişə qıl. Özün özünlə də hətta doğru ol, düz ol. Özünün gilə doğruluğu pişə qıl. Sorğu günündən yeri əndişə qıl. Sorğu günündən, o gün ki, qiyamətdə sorğulacaqlara onu deyir. Sorğu günündən yeri əndişə qıl. Kim ki dəgül, doğru dəgül adiyi, kim ki dəgül, doğru dəgül adiyi, uludur, ol, dosta gərək matəmi. Uludur, ol, dosta gərək matəmi. Yaxşı adının cəhd elə görküm qalə. Addən özgə daxi görküm qalə. Burada öz adını gətirmədi. Calibdir, bu şeirin son səhifəsində şairin öz adını görmədik. Bir dənə ayrısını açım, görək ki, burada görə bilirik ya yox. Həmdü sənə mübdəi bi alət, müxtəri bi qərəz o hillətə. Ehtimalə alətə olacaq o. Axirdə bir çox kiçik mikrometr ilə görmək olar. Zərrəbinin ehtimalən bir zərrə bir H kimi başı əyilib əşayətin. Həmdü sənə mübdəi bi alətə, müxtəri bi qərəz o hillətə ya illətə. Ol ki bizi نیست کن قلده هست قلده می عشق ile کونینی بست معنی kimi gizli و صورت nicar معنی kimi gizli و صورت nicar معنisi her suret ile aşkar zar ünsür bile tertib eden ademi bu cins ile tertib eden veren in anga بیش his aleti cehad veren anga 5 his 6 cehad adama veren anga 5 his 6 cehad yazan anga ayet ilen binat yazan anga ayet ilen binat, bəyinat, ayət ilə bəyinat, tamam, oldu. Yazan anga ayət ilə bəyinat, qətrə südən, lölü ilə ala qilən, qətrə südən, lölü ilə ala qilən, quru ağacdən gülü həmra qilən. Xaliq insu cinnu وحش و طیور خالق انس و جن و وحش و وحوش و طیور وحش و طیور روزستم خالق انس و جن وحش و طیور رازق رزاق خامو مار و مور dinme göngül munceki haddün degül. Dinme göngül munceki haddün degül. Gunçe kimi özünga ancak göl. Sen kim adini onung. Sen kim adini anung. Zerre kim o gün sıfetin söylemek. Zərrə kimo gün sifətin söyləmək cək dilinin özünqa və həddün tanı çək özünə deyir çək dilinin özünqa və həddün tanı bu söz ilə tanımək olmaz anı cəhd ilə gör dinlə Rəsulün sözün kanlayan anın sözü bildiği özün. Burada şeir qurtardı. Yenə də şairin özünün adını burada görmədik. Bir ayrı bir qəzəlin oxuyaq. Calib ki, bu qəzəllərdə adı görsənmir. Yəni, indi şul
Kitabın dedim də biraz əksini salanda yaxşı salmayıblar. Biraz toz elə bir düşübdü. Özəlliklə bəzi səhifələrə. Bir də ki bu səhifəni əlan görürük, kamilən su girib içinə əzilibdi, amma şükür olsun ki çox aradan getməyibdi. Şül məhi teş əncüm gərdun cənab. Kim güninin tələtidir aftab. Özü dürür ilmi ilə dəvi qilən. Özü dürür ilmi ilə dəvi qilən. Əvvəl axirdə təcəlli qilən. Tanrı onun şəninə lolakdir. Çakəridir əncümü lolakdir. Kim ki onun sözünə düşməz qulaq. Kim ki onun sözünə düşməz qulaq. Adəm ana söyləmə ka oldur ulaq. Adəm anga söyləmə kav dulur ulaq. Kav burada inək anlamına gəlir. Kav bir də ki oldur, bir də ki oldur da oxusaq əcəmi kaldur. Yəni ki o adam ulaqdır. Adəm anga söyləmə koldur ulaq ya kavdur ulaq. İnəkdir, eşkəkdir, bir bu anlama gələr, bir də yox gələr ki o adam ona söyləmə. Adam anga söyləmə ki oldur ulaq. Ki o məndən ana məndən ana gündə durudu selam, alinə ətbainə həm və selam. Bu şeir də burada yenə də öz adını işlətmədi. Bir 3-4 şeir gələk qabaqlıqdan baxaq görək bir ayrı şeiri də. Görək bunu oxuya bilirik yox. Çəkdi sinəmdən oxun dilbər peykan qaldı. Gər göngül gidi ep yüz şəkəri anga kim can qaldı. Tamam, bu biraz ağır oldu. Bəhri, yəni ahəngi biraz ağır oldu. Burada Hidayətin adını gördük. Bu birisində görmürdüm. İndi burada gördüm, bunu oxuyayım. Gəlsə başım aparmaq üçün şah bu yeruği. Gəlsə başım aparmaq üçün şah buyruği. Başı qoymuşam nə kim olə Allah buyruği. Hacı Azub qapının yolu gəldir hərəm sarı. Hacı Azub qapının yolu gəldir hərəm sarı. Mundən bin olmaya bəli gümrah buyruğu. Bundan bək yəni mühüm, əhəmiyyətli, çox şey. Bundan bək olmaya bəli gümrah buyruğu. Dil məndən istədin baş ilə can daxi sənin. Dil məndən istədin baş ilə can daxi sənin. Dönmən nə isə sən təbdilxah buyruğu. Dönmən nə isə sən ya təbdilxah buyruğu. Buyruğu yetğidir vəli hökmüdür oxları. Buyruğu yetğidir vəli hökmüdür oxları ki hökmü oldurur məni o gah buyruğu. Tərk et əlayiqingi hidayət mükəmməl ol. Ondan burun ki irişə Allah buyruğu. Burada da bu çox gözəl bir şeirlə tanış olduq. Məncə bu kitab çox ərzişli və çox önəmli bir kitabdır. Və Türk dünyasında da bu dediyi tipdir. Bunu ayırmalıyıq, qoymalıyıq öz kitablarımıza. O kitablardan ki oxumalıdır və üstündə işlənməlidir. Burada bir ayrı
Yenə də bir şeir oxuyum ki, bir qəzəl oxuyum ki, onda hidayət sözü işlənibdir, yəni özün deyibdir. Eşitdim qanimə əzmindir ey mah. Eşitdim qanimə əzmindir ey mah. Yenə əzm eyləsən yar üçün Allah. Yenə əzm eyləsən yarın üçün Allah. Yüzümün qədri yox xalündən abru. Yüzümün qədri yox xalindən abru. Bəli bi qiymət olurdu, olur da sen ənsizgah. Burada baş tapmadım, bu necə oxuyur. Bəli bi qiymət olur da dansızgah. Bəli bi qiymət olur da nəsizgah. Belə bir şey oxuna bilər. Seyrgah da ola bilər, amma baş tapmadım nədir. Dəhanın rəmzini həm sən bilirsin ki sər qeyb din şükri و dərgah. Ki sirri qeyb din şükri dəragah. Səri zülfini ey məşcat kəsmə. Səri zülfini ey məşcat kəsmə. Kaydırsın aşıqının ömrünü çuta. Keydərsən, eydərsən. Keydərsən aşıqın ömrünü çuta. Çox gözəl, çox gözəl. Dedin qıl tövbə eşqü din hidayət. Dedin qıl tövbə eşqün din hidayət. Mütünq tək tövbədən əstəğfirullah. Mününk də ya musink tək tövbədən əstəğfirullah. Bu kitabı mən çox sevdim. Bunu buradan kopya edirəm. Necə bunu kopya eləyəcək? Kat edeyim. Bu kitabı buradan götürürəm, aparam qoyam kitabın önəmli kitabların içinə ki, bu qalsın sonraya. Gedək görək bu günləri o kitabı götürdük. Bu da bu da bir ayrı kitabdır. Divan-ı Hidayət Chester Beatty. Baxaq görək bu nədir? Bu kitab daha çox şeydir. Bu birinci səhifə görsənir. 11 əlbəttə yazıb üstündə. Ehtimalən səhifələr qatışıbdır. Yenə də bunları təəssüflə səhifələri çox yaxşı bilmirik. Məsələn, mən o əvvəldə o kitabı ki, indi baxdıq, götürdük. Onun axir qəzəlləri kitabın əvvəlində olmalıdır. Yəni, mənə o cür gəldi ki, axir qəzəlləri əvvəldə olmalıdır. Çünki Peyğəmbər Əzədə özün iradətin göstərir. Bir də qeyditsəm o kitabı indi nə cür tapacağam, o qeydli getdiyində ora, onu tapmaq özü bir məsələ olacaqdır. Şeybanı, o birisi hanı? Hidayət. Buradadır. İndi burada məncə bu son şeirlər ki var idi, baxdıq. Bu şeirlər kitabın əvvəlində gələcək. Özəlliklə hətta bundan sonraki bu şeirlər kitabın əvvəlində gələcəkdir. Çünki bu kitabın ən son səhifəsidir demək olar. Bir də bundan biraz geçsək dalıya. Bəli, mən yenə də buna daha çox inanıram. Bunu, yəni bu kitabı adam oxuyub adını tapa bilər. Amma kaş ki eləyə biləydik bundan. Bunu açmışdıq, tamam. Məncə kitab beləsi başlanacaq. Elə bir şey axirdən əvvələ başlanacaq. Beləsi gəlir. Yəni bu əkslər tərsə qoyulubdur. Nəzərimə gəldi indi mənim. Belə gəlir.
İndi burada bu əksləri ki açdıq. Buradan başlasaq. Bu kitabın sonuna bənzir. Son əksidir. Bu da ola bilər əvvəl əks olsun, ən başdakı əks olsun. Hardan deyirik bunu? İndi bunları bir-birinin yanına necə qoya bilərik? Baxın, bu kitabın burada qalinliğini görürük bu tərəfdə. Səhifənin açıblar. Bu sonudur. Bu da cildi görürük ki, bu tərəfdən də qatlanmaq ağzıdır, qatlansın. Bu birisi əksə gələndə görürük ki, burada səhifələr yoxdur. Fəqət bir dana ya iki dana səhifə var bundan aşağıda və cildi görürük orada. Bu da başlanğıcıdır. Çox gözəl bunu göstərir. Ondan sonra bu burada bu olmamalıdır. Çünki bunun əvvəli yoxdur. Əlbəttə burada aşağıda bu sonki beytidə gələcəkdə onu yazıbdır. Bu çox cəlibdir ki, bizə göstərir hangi səhifə. İndi məsələn bu birinci səhifə deyil. %100 bu birinci səhifə deyil. Sonuncu səhifə əsla deyil. Bu birinci səhifə ya ikinci ya üçüncü səhifə olacaq. İndi bunu bir dənə geçsək o üzdük. Buna baxsaq. Bu da Tanrı. Bura Tanrıdır. Ora başlayıbdır. Həmd o sena mübdəi Həmd sena buradan ehtimalən başlayacaqdır. Amma bir dənə də gedək dalıya görək ki, orada o olur ya yox. Bura gəldik. Bu kitabın sonu olacaq. Bu kitabın son səhifəsidir. Bu kitabın son səhifəsidir. Çünki bundan sonra bir nəqqaşi çəkir və kitabı qurtarır. Bu kitabın son səhifəsidir. Son səhifəyə bir baxaq görək ki, burada nələr yazır. Əgər oxuya bilsəm, səfəri əziməti gönlüm mükəmməl oldu mənqa. İki firiştə həm oldum, mükəmməl oldu mənqa. Hesab qılmaq üçün dəftər haram və halal. Bir dənə belə bir, indi bilmirəm bu şeirin adını nə deyirlər. Hər iki beytidən belə, yəni müxəmməs bəlkə deyirlər. Yəni hər 5 misrədən biri tərpənir. Yəni təkrar olur ya yeri dəyişilir. Ona görə o əhli təbsinin oldum Əhli təbsinin oldum təbatin gördüm. Ədəm çərxisinin anda məhtabın gördüm. Görün ki, burada yaxşı, sağ ol. Təşəkkür edirəm. Dostlar, burada qurtarmağa məcburam.